Salam, hamınızı xoş gördük. Bugün nənəmin mətbəxində faydalı məsləhətdir. Paltar yuyan maşının təmizliyindən danışırıq. Necə təmizlənir? İzləyicilərdən bir çox xanımlar yazırlar ki, bizim paltar yuyan maşından xoşa gəlməz, iyi gəlir. İçərisində paltar qaldıqda da həmən iyi götürür. Yəni bu xoşa gəlməz qoxulara qarşı nə edə bilərik? Paltar yuyan maşında bu xoşa gəlməz iyləri nə yaradır? Ən əsası odur ki, paltar yuyan maşını heç olmasa ayda bir dəfə, gördüyünüz kimi paltar yuyan maşının aşağı hissəsində, indi biz həmin bu zibil qabının təmizliyi ilə məşğul olacağıq. Ayda bir dəfə heç olmasa bunu təmizləmək lazımdır. Ümumiyyətlə, paltar yuyan maşının təmizliyi ən vacib şərtlərdən biridir. Xüsusən bu rezin hissəsi paltar yuduqdan sonra, indi çalışacağım size onu göstərə bilim. Bu hissələr gördüyünüz kimi ağarır. Həm yuyucu tozdan, həm də yuyulan paltarın çirkindən, kirindən burada ağ belə ərplər əmələ gəlir. Mən demək olar ki, 1-2 həftədir maşına dəymirəm. Yəni bunu çəkiliş üçün sizin üçün saxlamışam ki, bunu sizə göstərim. Heç olmasa həftədə bir dəfə bu rezin hissə təmizlənməlidir. Adi yaş bir bezlə həmən bu rezinin araları silinir. Gördüyünüz kimi həmin ərp, çirk, yəni yuyucu tozla qarışıq o köpüklü hissəsi, əgər fikir vermişsinizsə, həmişə paltar yuyan maşının qapaq hissəsində köpüklər olur. Həmin o köpüklər yığılır bu rezin hissəyə və quruyur qalır, hər dəfə paltar yuyanda islanır və get-gedə artıq bu kir iylənir, xoşa gəlməz qoxu yaradır paltar yuyan maşında. Həftədə bir dəfə bunu silib təmizləmək lazımdır. Elə yaş bir bezlə hər dəfə sildikdə bezi yuyub yenidən silirik. Barabanın təmizliyi, yəni içərisindəki barabanın təmizliyi özü təmiz olur. Biz bunu görmürük, amma bunun arxa hissəsində həmişə çirk olur. Onu da təmizləmək üçün digər bir videoda onu paylaşacağım sizinlə. Kanalı izləyin. Və indi burasını da sizə göstərim. Bax bu rezinin arxa hissəsi də var. Yəni bax buranı da silib təmizləmək lazımdır. Mütləq yaş bezlə, yəni su hazırlanır. Suya yuyucu toz əlavə eləyə bilərsiniz və yaxud da ki qab yuyan maye əlavə eləyə bilərsiniz ki bu təmizlənsin. Mütləq bu hissəni də silib təmizləyirik. Və hər dəfə sildikcə bu təmizlənir, yoxsa bu rezin lək tutur, təmiz olmur. Paltar yuyan maşının zibil qabısını açmazdan əvvəl döşəməyə iri bir klok səririk. Üzərinə bir parça atırıq və yaxud bir bez sala bilərsiniz ki, döşəməyə su dağılmasın. Paltar yuyan maşının altına su axıb getməsin deyə. Və həmin zibil qabını açıb təmizləyirik. Və gördüyünüz kimi burada iki yeri var. Biri şlanqlıdır, həmin bu təmizləyəcəyimiz yer. Digəri isə qapaqla bağlı bir yerdir. Burada həmişə çirkli su toplanır. Digərində isə zibil olur. İndi əgər açanlar diqqət eləyibsə, həmişə orada sap olur, saç yığılır. Hətta deyim ki, xırda düymələr də ora gedib yığıla bilir. İndi açacağım, mütləq altına klokla qarışıq bir parça sərmək lazımdır ki, paltar yuyan maşının altına su axıb getməsin. Təbii ki, artıq peşəkar olmuş evdar xanımlar bunu bilirlər, amma gənc xanımlar, yeni ailə qurmuş xanımlar bunu bilmirlər. Mütləq bu məsləhəti izləməlidirlər, çünki lazımdır onlara. Və açırıq. İndi görəcəksiniz, oradan su qarışıq, zibilli su axıb gəlir. Çox olmur, yəni az bir miqdarda olur. Elə parçanı da ona görə salırıq. Setkalı bir qapağı var.
Həmin bu yerin gördüyünüz kimi bura belə çirklər toplanır. Sap var hətta. Bunu indi suyun altında şotka ilə yuyub təmizləyirik. Və buranı da bezlə silib təmizləmək lazımdır. Yaxşı silib qurulamaq lazımdır. Hər dəfə təmizlədikdə, əgər uzun müddət təmizləməmisinizsə, onda orada xeyli çirk toplanıb, kirli su toplanıb. Əgər təmizdirsə, yəni elə mənim kimi ayda bir dəfə 20 gündən bir təmizləyirsinizsə, təmiz olacaq. Suyu gördüyünüz kimi çox da çirkli su olmur. Və mənim bir tanışım var, demək olar ki 6-7 ay təmizləməmişdi. Burada heç onun bu gördüyünüz kimi setkalı hissədə heç yer yox idi ki, ora nəysə bir çirk toplansın və yaxud kirli bir su qalsın. Mütləq ayda bir dəfə heç olmasa 20 gündən bir həmin bu zibil qabını təmizləmək lazımdır. Şlanqın çıxarıla bilən qapağı var burada. Onu dartıb çıxardırıq. Bəzi maşınlarda elə vintli olur, yəni fırladıqca qapaq açılır. Məndə isə yox, elə dartıb çıxartmaq lazımdır rezindən. Onu çıxardırıq və burada da biraz su olmalıdır. Əgər həmin bu hissəni birinci açmısınızsa, mütləq buradan su axıb tökülməlidir. İndi oradan axdığına görə digər bir gözdə eyni, yəni hissədir. Həmən su burada da toplanıb qalmış olur. Qalanı da digər bir gözdən axıb tökülür. Və içərisi də belə bir vəziyyətdə olur. Əgər siz tez-tez təmizləyirsinizsə, təbii ki, içərisi təmiz olur. Paltar yuyan maşında qalan qalıqların, sapların, elə olur ki, sancaq, hətta sancaq da gəlib düşə bilir. Və diqqətli olmaq lazımdır. Hər dəfə paltarları təmizləyib, yəni içərisində heç nə olmadan atmaq lazımdır. Çünki burada da bunun gəlib düşə biləcək gözü də çox kiçikdir. Və artıq yuyub təmizlədiyimiz qapağı yerinə bağlayırıq. Bugünlük bu qədər paltar yuyan maşının təmizliyi haqqında bu qədər. Əgər siz də maraqlı məlumatlar bilirsinizsə, faydalı məsləhətlər bilirsinizsə, bizə yazın. Sağ olun, sağlıqla qalın.